Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nufusina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin el-ma'sumin el-mukarramin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Mübarək Məbəs bayramı ilə əlaqədar söhbət eləyirik. Məbəs günü, yəni Həzrət Peyğəmbərin, sonuncu Peyğəmbərin, İslam Peyğəmbərinin Peyğəmbərliyə çatdığı gündür. Yəni İslam dininin doğuşu, meydana gəldiyi bir gündür. Məsələn, imamların, Peyğəmbərin mövlud günlərini qeyd edirik. Amma bu gün elə bir gündür ki, dinin özünün mövlud günüdür. Dinin özünün meydana gəldiyi bir gündür. Allah tərəfindən sonuncu dinin bəşəriyyətə, insanlığa nazil olduğu bir gündür. Və bu gün münasibəti ilə mən hər birinizi təbrik eləyirəm. Allah bu günü sizlərə mübarək eləsin. Allah bu günün feyzindən, fəzilətindən bizləri binəsib eləməsin və Həzrət Peyğəmbərin gətirdiyi bu dinə əməl etməkdə Allah hər birinizi müvəffəq eləsin inşallah. Əvvəldə bu günün xüsusi əməlləri var. O əməllərə qısa toxunmaq istəyirəm və ondan sonra bu mövzuda bir neçə dəqiqə söhbət eləyəcəm. Çox fəzilətli bir gündür. Rəcəb ayının 27-ci günü. Bu gecə Rəcəb ayının 27-ci gecəsidir. Sabahda inşallah Rəcəb ayının 27-ci günüdür. Çox fəzilətli bir gündür. İmam Cavad əleyhissalamdan hədis var ki, günəşin işıq saçdığı hər bir şeydən fəzilətlidir bu gün. Yəni, bütün varlıq aləmindən, günəşin işıq saçdığı hər bir şeydən üstündür. Yəni, bütün varlıq aləmindən, hər bir şeydən üstün və fəzilətli bir gündür, Məbəs günü. Bu günün xüsusi əməllərindən biri qusul almaqdır. Məbəs günü qusul almaq bəyənilən əməllərdəndir, bu günün əməllərindəndir və qaydası da hər kəsin bildiyi kimidir, cənabət quslu kimi alınır. Niyyəti də Məbəs gününün quslu niyyəti ilə alınır. İl ərzində bir neçə gün var, 4 gün var ki, orucun xüsusi savabı var, fəziləti var, o gündə oruç tutmağın. Biri də mübarək Məbəs günüdür. İnşallah sabahki gün oruç tutmaq üçün il ərzində 4 fəzilətli gündən biridir ki, hədisdə var ki, 70 il orucun savabına bərabərdir. Allah bu günün feyzindən, fəzilətindən bizləri binəsib eləməsin inşallah. Bu günlərin, bu gecənin, ibadətin Allah hər birimizə nəsib eləsin. Yaxşıdır ki, insan elə bu gecələrdə bacardığı qədər ibadətlərlə məşğul ola, ibadətlə keçirdə bu gecəni və sabahki günü də inşallah oruc olarsa çox fəzilətlidir. İnsan üçün çox da mənəvi baxımdan faydası var. Allah bu günün feyzindən və fəzilətindən bizləri ayrı salmasın inşallah. Allah Peyğəmbərlər vasitəsilə insanlığa, bəşəriyyətə din göndərib. Din insan üçündür və insanın kamala çatması üçündür. Peyğəmbərlər bunun üçün gəlib. Peyğəmbərlər gəlib ki, bizim əlimizdən tutsun. Allah din göndərib Peyğəmbərlər vasitəsilə ki, bizim əlimizdən tutsun, bəndələrinin əlindən tutsun və onları Allaha doğru aparsın.
İnsan varsa din olmalıdır. İnsan mütləq şəkildə dinə əməl etməlidir. Dinə əməl etmək insanlıq məqamı üçündür, insan üçündür, insana yaraşan bir məqamdır. Ona görə də bizim üçün zəruridir. Allahın dininə əməl eləmək, Allahın dininə iman gətirmək bizlər üçün zəruri bir məsələdir və Allah da bizim bu ehtiyacımızı bilir. Bilir ki, bizim bir də mənəvi tərəfimiz var. Biz təkcə bədəndən ibarət deyilik. Biz təkcə bu cisimdən ibarət deyilik ki, başqa canlılar kimi gələk, yaşayaq, yeyək, içək və dünyamızı dəyişək, ölək, torpağa qarışaq gedək. Bu insanın sözüdür. Bu insana səthi yanaşanların sözüdür. İnsana səthi qiymət verənlərin sözüdür ki, insan torpaqdan yaranıb və axırda da ölür, gedir, torpağa qarışır. Bu sözdə həqiqət var, amma bu insanın həqiqi qiyməti deyil. Bu insanın cisminə, bu bədəninə verilən tərifdir, izahdır. Tərif, izah mənasında yəni. Amma insanın həqiqəti var, insan bir də mənəvi tərəfə malikdir, insanın ruhu var və o ruh daim inkişafa meyillidir, çiçəklənməyə meyillidir, Allaha doğru seyrə meyillidir. Bunun üçün də Allah gətirir, insana din verir. Dinə əməl etməklə insan Allaha doğru daim mənəvi seyrdədir, Allaha doğru daim yol getməkdədir. Mənəvi baxımdan paklaşır, təmizlənir və Allaha yaxınlaşır. Dedik ki, o səthi qiymətdir ki, deyirlər, insan torpaqdan yaranıb və axırda ölür, torpağa qarışır. Düz söz olsa da insanın həqiqi izahı deyil. İnsana verilən düzgün qiymət deyil. İnsanın bir də ruh tərəfi var, mənəvi tərəfi var və həqiqətidir o insanın. İnsanın həqiqəti onun ruhudur, onun mənəvi tərəfidir. Və Allah gəlir, bu baxımdan insana tərif verir. Və biz də Allahın verdiyi tərifə əsasən deyirik ki, İnna lillahi və inna ileyhi raciun. Biz Allahdanıq və ona qaydacağıq. Hamımız Allahdanıq, Allahdan gəlmişik və axırda da ona qaydırıq. Nəinki torpaqdan yaranmışıq, ölürük, torpağa qarışırıq, yox. Ruhumuz çox əzəmətlidir, müqəddəsdir və Allahdan gəlmişik, Allahdan qopub gəlmişik, axırda da ona qaydırıq. Və nəfəxtu min ruhi, Allah insanı yaradandan sonra cismini yaratdı, ondan sonra buyurdu ki, ona öz ruhumdan üfrəcəm. İzah verirlər ki, öz ruhumdan da məqsəd bu deyil ki, Allah nəsə üfürür, özündən nəsə qoparır, insana verir, yox. Ruh o qədər müqəddəsdir, o qədər dəyərlidir. Allah onu özünə nisbət verir. Buyurur ki, öz ruhumdan. Çünki ruh çox dəyərlidir, çox qiymətlidir deyə Allah onu özünə nisbət verir. Deyir, öz ruhumdan üfürəcəm ona. Necə Allah buyurur, bütün yer, göy, hamısı Allahındır. Allah gəlir xüsusi bir məkana, xüsusi bir evə, Beytullah deyir. Kəbəyə. Kəbəyə deyir Beytullah, Allah evi. Allah özünə nisbət verir o məkana. Bütün aylar Allahındır, amma mübarək Ramazan ayı haqqında buyurur Şəhrullah, Allah ayı. Və ruhu da o qədər mübarəkdir, o qədər müqəddəsdir, dəyərlidir ki, Allah özünə nisbət verir. Və nəfəxtu min ruhi, öz ruhumdan üfürdüm. İnsan çox dəyərlidir, çox qiymətlidir və din gəlib, peyğəmbərlər gəlib ki, insanın həqiqi dəyərin özünə başa salsın. İnsan inansın ki, çox dəyərlidir, çox qiymətlidir. Bunu insan başa düşsə, insan çox yerlərə çata bilər. Bizim bəlkə də köklü problemlərimizdən biri budur ki,
biz insan olaraq öz dəyərimizi, qiymətimizi lazımi şəkildə başa düşməmişik. Özümüzə lazım olan dəyəri verə bilmirik. Ona görə də ali hədəfləri, ali məqsədləri qoymuşuq. Çox cılız məqsədlərin, işlərin arxasındayıq. Bizim əsas problemlərimizdən biri budur. İnsan olaraq həqiqi məqamımızı tanıyaq. Fətəbarəkəllah əhsənul xaliqin. Allah insanı yaratdı və həmin o mübarək ruhuna görə, əzəmətli ruhuna görə, müqəddəs ruhuna görə buyurdu ki, səni yaradana əhsən olsun, mübarəkdir səni yaradan. Allah özünə əhsən dedi, bərəkəllah dedi. Ki, sən nə əzəmətli bir varlıqsan, nə gözəl bir varlıqsan, nə dəyərli bir əmanətin daşıyıcısan, ruhun daşıyıcısan. İnsan öz dəyərin başa düşsün və Həzrət Peyğəmbər gəlir insanlığa öz dəyərin qiymətin başa salmağa. Bu yolda min bir əziyyətə qatlaşır. Min bir əziyyətə qatlaşır və istəyir ki, İnsan öz qiymətini bilsin. İnsan, hər kəs özünə layiqli bir qiymət versin özünə. İnsanlıq məqamına yaraşan şəkildə yaşasın. Paç yaşasın. Bəsirətli olsun insan, həyatı paç olsun. فَلَنُحْيَنَّهُ حَيَاتًا تَيِّبَةً Bizim yolumuzda olanları biz paç həyatla dirildirik. Allahın Quranda zəmanət verdiyi bir məsələdir. Allah öz kitabında zəmanət verir ki, fərq eləməz kişi və yaxud da qadın, mömin halda, imanlı halda salih əməl yerinə yetirirsə, فَلَنُحْيَنَّهُ حَيَاتًا تَيِّبَةً Biz onu paç həyatla dirildərik. Bu Allahın vədidir. Və nə yaxşı ki, Allah bizim üçün Peyğəmbər göndərib. Allah bizim üçün din göndərib. Nə yaxşı ki, Allah özün bizə tanıdıb. Təsəvvür eləyin ki, insan Allahı tanımazdı, Allahdan xəbərsiz olardı. Bizim həyatımız necə olardı? İnsan axirət aləmindən xəbərsiz olardı, məsələn, bir anlıq düşünün. İnsan ürəyi partlayar deyə insanın ki, mənim axırım necə olacaq? Mən elə gəlmişəm ölüb getmək üçün. Qarşıda məni heç bir həyat, heç bir yaşam gözləmir. Mənimlə başqa varlıqlar, canlılar arasında heç bir fərq yoxdur. İnsan bunu düşünsəydi, insan dəli olardı. Yaşaya bilməzdi. Amma Allah gəlir insana xəbər verir ki, insan sən müvəqqətisən bu aləmdə, amma səni qarşıda əbədi bir həyat gözləyir. Sən orada əbədi qalacaqsan. Əbədi rahatlıqda olacaqsan. Allahın nemətləri arasında olacaqsan. Allahın rəhmətində qərq olacaqsan. Allahın nemət süfrələri səni gözləyir. Allahın rəhməti, cənnəti, behişti səni gözləyir, sənin intizarındadır. Və insan aram olur. Aram olur. Allah bir-birinin ardınca Quran buyurur ki, peyğəmbərlər göndərdi. Peyğəmbərlər gəldi ki, bizi o həqiqətlərdən xəbərdar eləsinlər və bu gələn peyğəmbərlərin, bütün o dinlərin hamısının kamil şəklin sonunda müqəddəs İslam peyğəmbərinə, sonuncu peyğəmbərə nazil elədi. Sonuncu peyğəmbərə gəldi və onun vasitəsilə insanlıq, bütün bəşəriyyət o dinə iman gətirməli idi. O dinə sarılmalı idi. Çünki nazil olan bütün dinlərin ən kamili də sonuncu peyğəmbərin gətirdiyi bu dindir ki, qiyamət gününə qədər insanlığa bəs etməlidir. Elə bir şəxsə nazil oldu ki, o şəxs varlıq aləmində ən kamil insandır. Ən fəzilətli insandır. Nə bilim, necə deyək, ən əzəmətli insandır. İnnəkə lə'lə xuluqin əzim. Sən böyük bir əxlaq üzərindəsən.
Elə bir şəxsdir. Bütün peyğəmbərlərdən də fəzilətlidir. Hər kəsdən fəzilətlidir. O hələ peyğəmbərliyə çatmazdan əvvəl ilin bir ayını gedərdi, çəkilərdi bir cuşiyə, Hira mağarasında ibadətlə məşğul olardı. İbadət eləyərdi. Ondan sonra, vaxtı tamam olandan sonra gələrdi. Evə getməzdən də əvvəl Kəbə evini ziyarət eləyərdi, Kəbəni təvaf eləyərdi. Ondan sonra gedərdi evinə. Adəti belə idi. Heç kəs yanında olmazdı, təkcə əleyhissalam buyurur ki, mən onun yanındaydım. Uşaqlıqdan Peyğəmbərin yanındaydı və Peyğəmbərin gətirdiyi dinə ilk iman gətirən şəxs də Həzrət əleyhissalamdır. Az yaşlı olmasına baxmayaraq, az yaşlı uşaq idi, gənc idi, 10 yaşı var idi, yəni yaşı az idi, amma haqqı, həqiqəti başa düşmüşdü. Həzrət Peyğəmbərə mərifəti var idi və Peyğəmbərin yanındaydı. Peyğəmbər təkcə ona icazə vermişdi ki, onun yanında olsun. Əleyhissalam Hira mağarasındaydı o vəhy nazil olanda. Peyğəmbər ibadət eləyir, vəhy mələyi nazil olur. Və Ələq surəsinin ilk 5 ayəsini Həzrət Peyğəmbər oxuyur. İqra bismi rabbikəl-ləzi xalaq, xalaqal insana min ələq, İqra və rabbukəl əkrəm. Oxu Rəbbinin adıyla. Ələq surəsinin ilk 5 ayəsini Peyğəmbərə nazil eləyir, Peyğəmbərə oxuyur. Əleyhissalam buyurur ki, mən də oradaydım. Mən də oradaydım. Hətta Peyğəmbərə ilk vəhy nazil olanda Əleyhissalam buyurur ki, mən bir səs eşitdim, nalə səsi eşitdim və Həzrət Peyğəmbərdən soruşdum. Həzrət Peyğəmbərdən soruşdum ki, bu səs nə səs idi? Və ləqəd səmi'tu rinnətəş-şeytan hinə nəzələl-vəhy əleyhi fəqultu ya Rəsuləllah mə həzihir-rinnə. Deyir ki, şeytanın fəryadını eşitdim, Əleyhissalam buyurur. Vəhy nazil olanda şeytanın, Peyğəmbərə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Fəqultu ya Rəsuləllah mə həzihir-rinnə. Peyğəmbərdən soruşdum ki, ya Rəsuləllah, bu nə səsdir? Bu kimin naləsidir? Fəqal, Peyğəmbər buyurdu, həzəş-şeytan qad əyəsə min ibadəti. Peyğəmbər buyurdu ki, bu şeytanın naləsidir ki, artıq ibadətindən, özünə ibadətdən məyus oldu. Ki, artıq insanları azdıra bilməyəcək, insanları ibadət məsələsində azdıra bilməyəcək, öz tərəfinə çəkə bilməyəcək. Bu din vasitəsilə insanlıq hidayət olacaq, haqqı, həqiqəti tanıyacaq, həqiqi ibadətə layiqli olanı tanıyacaq, Allahı tanıyacaq və buna görə nalə eləyir. Sonra Həzrət Peyğəmbər əleyhissalama buyurdu, əleyhissalam az yaşlı olmasına baxmayaraq, Peyğəmbər baxın Həzrət əleyhissalam barəsində buyurdu ki, İnnəkə təsmi'u mə əsmə. Ya Əli, mən eşitdiklərimi sən də eşidirsən və tərə mə ərə və mən gördüklərimi sən də görürsən. İllə ənnəkə ləstə binəbiyyə. Bir fərqlə ki, sən Peyğəmbər deyilsən. Fərqimiz bundadır ki,
mən peyğəmbərəm, sən peyğəmbər deyilsən, amma mənim eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən. Vələkinnəkə livəziri və innəkə lə'ilâ xeyr. Amma sən mənim vəzirimsən, sən mənim vəsimsən, xəlifəmsən və sən xeyir üzərindəsən. Sənin həyatın, aqibətin xeyirlidir. Peyğəmbər əleyhissalam barəsində bu sözü buyurdu. Baxın, Həzrət əleyhissalam bütün bu fəzilətlərdə Həzrət Peyğəmbərin yanındaydı. İlk vəhy nazil olur, əleyhissalam Peyğəmbərin yanındadır. Həzrət Peyğəmbərə aşkar dəvət ayəsi nazil olur və ənzir əşirətəkəl əqrəbin, ən yaxın qohumlarını qorxud, onları dinə dəvət elə. Sənə nazil olan dini ən yaxın qohumlarından başla çatdırmağa. Aşkar şəkildə, aşkar dəvət əmri gələndə Peyğəmbərə, Peyğəmbər bütün Müttəlib övladların, Əbdülmüttəlib övladların yığır, öz qohumların, tayfasın, qohum əqrəbasını yığır və onlara dinin elan eləyir. Buyurur ki, sizə elə bir xeyir gətirmişəm ki, heç kəs öz qəbiləsinə, öz yaxınlarına belə bir xeyirlə gəlməyib. Buyurdu ki, kim bu işdə mənə kömək eləsə, o mənim xəlifəmdir, vəsimdir. Heç kəs tərpənmədi. Orada əleyhissalam yenə də az yaşlı olmasına baxmayaraq, az yaşlı uşaq idi, amma qalxır ayağa buyurur ki, ya Rəsulallah, mən sənə kömək eləyərəm. Peyğəmbər buyurur ki, sən mənim vəzirimsən, sən mənim xəlifəmsən, canişinimsən. Orada dururlar Peyğəmbərin əmisi, Əbu Ləhəb kimi şəxslər orada Peyğəmbəri məsxərə eləyirlər. Məsxərə eləyirlər, istehza eləyirlər. Hətta Əbu Talibə deyirlər ki, oğlun sənə xəlifədir, sən oğluva get, itaət elə. Və məclisdən dağılışıb gedirlər. 2 dəfə Həzrət Peyğəmbər bu məclisi təşkil edir. Bir dəfə gəlirlər, heç imkan vermirlər Peyğəmbər ağzını açsın. Məclisi dağıdırlar. Səsküy salırlar, məsxəriyə qoyurlar, məclis dağılır. 2-ci dəfə yenə də Peyğəmbər məclis təşkil edir, yeməklər hazırlayır təkrarən və öz sözün onlara çatdırır. Yenə də orada Peyğəmbərin işini korlayırlar, ən yaxınları, əmisi. Yenə də əleyhissalam qalxır və Peyğəmbər öz dəstəyini bildirir. Ən çətin anlarında Peyğəmbərin yanındaydı. Buna Həzrət əleyhissalamın mövlud günündə də danışmışdıq. Qasiyə xütbəsinin açın oxuyun. Həzrət əleyhissalam orada uşaqlıq dövründən danışır. Peyğəmbərə nisbətdə necə idi? Buyurur ki, mən onun qucağında böyümüşəm. Mən onun ətrin almışam. Onun ətrin hiss eləyirdim. O yeməyi ağzında çeynəyirdi, mənə yedizdirirdi. Ana balasına necə qayğı göstərər mənə qarşı, o cür şəfqətli idi. Bala öz anasının arxasınca necə gedər? Anasından önə keçməz, qədəmlərin anasının qədəmlərinə qoyar. Buyurur ki, mən Peyğəmbərlə o cür idim. Peyğəmbər hara gedərdi, arxasınca gəzərdim, gedərdim. Peyğəmbərin qucağında tərbiyə aldı və axırda da Həzrət Peyğəmbər əleyhissalamın dizləri üstündə gözlərin yumdu, dünya ilə vidalaşdı. Ləqəd kənə ləkum fi Rasulillah usvətun həsənə. Allahın Peyğəmbərində sizlər üçün gözəl nümunə var. Gözəl nümunədir, insanlıq nümunəsidir. Hər işimizdə nümunədir, ibadətdə nümunədir. Allahla ünsiyyətdə nümunədir, insanlarla münasibətdə nümunədir. İnsanlığa xidmət etməkdə nümunədir, dinə xidmət eləməkdə nümunədir, başdan ayağa nümunədir və Peyğəmbər gəlib ki, bizi də nümunəvi şəxsiyyətə çevirsin. Biz də nümunəvi insan olaq.
Cümə surəsində bir ayə var. Cümə surəsinin 2-ci ayəsi buyurur ki: Huvellezî ba'ase fil ummiyyin rasulan minhum yetlu aleyhim ayatihi ve yuzakkihim ve yuallimuhumul kitabe vel hikmeh ve in kanu min qablu lefî dalalin mubin. Ayələrini, Allahın ayələrini onlara oxumaq, onları əxlaqda və əməldəki çirkinliklərdən pak etmək, onlara kitab, dini və əqli marifləri öyrətmək üçün ümmilərin arasından, özlərindən olan bir peyğəmbər seçən odur, yəni Allahdır. Huvellezî ba'ase fil ummiyyin. Allahdır ki, peyğəmbəri məbus elədi ummilərdən. Ummi odur ki, yəni heç yerdən təhsil öyrənməyib, heç yerdən elm öyrənməyib, heç yerdə gedib oxumayıb. Ummi, yəni nə görübsə anasından görüb, nə öyrənibsə anasından öyrənib. Anasından qeyri şəxslərdən heç bir şey öyrənməyib, heç bir təlim görməyib. Nə öyrənibsə anasından öyrənib. Belə bir şəxsi peyğəmbər seçdik. Rəsulən minhum, onlardan rəsul seçdik, peyğəmbər seçdik. Yətlu aleyhim ayatihi, Allahın ayələrini onlara oxumaq üçün, tilavət eləməsi üçün. Burada da bir məna budur ki, ayə, Allahın ayələri, yəni Quran-ı Kərimin ayələri. Bir də var ki, ayə geniş mənası var da, varlıq aləmində hər bir şey Allahın ayəsidir, nişanəsidir. Varlıq aləmində hər bir şey Allahın nişanəsidir. Peyğəmbər indi ya Quranın ayələrini onlara oxuyurdu, ya Quranın ayələrini oxuyurdu, ya da ki, varlıq aləmində hər bir şeyin həqiqətindən onlara xəbər verirdi və Allahın ayələrin, nişanələrin, afaqi nişanələrin, Quranda ki, ənfusi və ənfaqi nişanələrdən Allah danışır. Bir insan öz nəfsində, canında olan nişanələr, bir də varlıq aləmində, ətrafda olan nişanələr ki var, onlardan onlara çatdırırdı, danışırdı. Və yuzakkihim, və onları təmizləməsi üçün peyğəmbər gəlib. Və yuallimuhumul kitab, və kitabı onlara öyrətmək üçün, vəl hikmə, və hikməti. Və in kanu min qablu lefî dalalin mubin. Həqiqətən də onlar bundan əvvəl açıq aşkar azğınlıq içində idilər. Peyğəmbər gəlməzdən əvvəl onlar azğınlıq içində idilər. Cəfər Təyyarın Həbəşistan kralının qarşısında olan söhbətinə baxın. Qureyşdən ki, gəlmişdilər müşriklər, onları təhvil alsınlar, təzdən Məkkiyə qaytarsınlar. Orada Cəfər Təyyar Həzrəti Peyğəmbərin risalətinin faydalarından danışır ki, biz azğınlıq içində idik. Biz halal, haram bilməzdik. O gəldi, bizə bunları başa saldı. İnsanlığı öyrətdi bizə. Allahın ayələrini onlara oxusun. Quranın həqiqətlərindən onlara xəbər versin. Tilavət, yəni düşünərək oxumaq. Bir var Quranı qiraət eləyəsən, oxuyub keçəsən, bir də var tilavət eləyəsən, yəni oxuduqlarının üzərində düşünəsən. Peyğəmbər onları ayələr üzərində düşünməyə dəvət elədi, düşünməyi öyrədirdi. Və yuzakkihim, və onları təmizləyirdi. Biri insanın qəlbinə aid məsələdir, insanın qəlbinin qidasıdır. Allahın ayələrini oxumaq və düşünmək, təfəkkür eləmək bu qəlbin qidasıdır. Və yuzakkihim, onları təmizləyirdi. Yəni onların əxlaqi rəzalətlərdən təmizləyirdi. İnsanlıq məqamına yaraşanlar fəzilətlərdir
ki, insan onları kəsb eləməlidir, əldə etməlidir və insanın özündən uzaqlaşdırmalı olduğu əxlaqi rəzalətlər ki var, insan onları özünə yaxın buraxmamalıdır və Peyğəmbər gəlib bizi onlardan təmizləsin. Qəlb məsələsi, qəlbin qidası, Allahın ayələrini, nişanələrini görmək, onlar üzərində düşünmək, Allahın ayələrini oxumaq, bu qəlbə aiddir. Əməl baxımından insanın rəftarı, hərəkətləri, əzaları ilə yerinə yetirməli olduğu məsələlər, əxlaqi məsələlərdir ki, bunlar da insanın qəlbinin qidasıdır və yuəllimuhumul kitab və kitabı onlara öyrətməsi üçün. Kitabda olan göstərişlər nə insanı təmizləyir, nə insanı xoşbəxt eləyir, nə insanı bədbəxt eləyir. Bütün bu əməli məsələləri də artıq gəlir əməllərə keçir. Yəni bu bədənlə, bu cisimlə etməli olduğumuz işlərə gəlir. Bizləri başa salır Peyğəmbər vəl-hikmə və hikməti bizə öyrədir. Kitab və yuəllimhumul kitab, kitabı öyrədir, yəni qaydaları, Allahın bizim üçün təyin elədiyi qaydalar və qanunları bizə öyrədir. Vəl-hikmə, hikmət də burada geniş mənası var. Hikmət, yəni o şeylərin ki, insana faydası var. İnsanın həyatında, yaşayışında insana faydası var. İnsanın yoluna nurdur, işıqdır, insana nurdur, yəni insana həqiqətin yolunu göstərir ki, insan hansı yolla getməlidir. Və insanda olan bəzi suallar ki, yaranır, o suallar fundamental suallardır. O suallara cavab tapmaq insanın həyatına yenilik gətirir, insanın həyatını dəyişir, insanın həyata baxışını dəyişir. Bax, hikmət budur. Məsələn, axirət aləminin varlığı, cənnətin, cəhənnəmin hesab kitabının olması, insanın iradə sahibi olması, insanın əməl etməsi. Bütün bunlar da hikmətdir. Ki, o suallar ki, insanı maraqlandırır, müqəddəratını təyin eləyir, o suallara verilən cavablar hikmətdir. Və in kənu min qəblu ləfi dalalin mubin. Bunlar Peyğəmbərdən əvvəl, Peyğəmbər gəlməzdən əvvəl açıq-aşkar zəlalət içində idilər. Peyğəmbər bunun üçün gəlib. Gəlib bizi təmizləsin, bizi hikmətləndirsin, həyatımıza nur satsın, həyatımıza yön versin, işıq versin. Bunun üçün gəlib. Və bu yolda çox əziyyətlərlə üzləşdi. Cihadlarda oldu, yaraladılar, dişini sındırdılar, mübarək qanın axıtdılar. Amma Peyğəmbər öz yolundan, öz işindən əl çəkmədi. Çünki insanlığa son dərəcə şəfqətli idi, son dərəcə sevgisi var idi, məhəbbəti var idi. İstəyirdi ki, biz xoşbəxt olaq. Bu həyata bir dəfə gəliriksə, həyatı layiqli şəkildə yaşayaq. Və axır anına qədər bizi düşündü. Axır anına qədər ümməti dedi. Həzrət Əleyhisselam deyir, axır anlarında gördüm dodaqları tərpənir. Dedim, görüm Allahın sonuncu Peyğəmbəri dünyasını dəyişəndə nə deyir? Gördüm, deyir ki, ümməti, ilahi ümmətimi bağışla. Qəbrə qoyanda da gördüm, mübarək dodaqları tərpənir. Dedim, ilahi görəsən nə deyir? Yenə də gördüm, ümməti deyir. Yəni, sənin mənim düşüncəmdədir. Səni məni düşünür. Bizim hayımızdadır, bizim dərdimizi çəkir Peyğəmbər. Və buyurur, qiyamətdə də məhşərə gələndə Peyğəmbərə ilk söz veriləndə sözü bu olar ki, ilahi ümmətimi bağışla, günahkarları bağışla. Belə bir Peyğəmbərdir. Belə bir Peyğəmbər seçilib bizim üçün. Allah belə bir Peyğəmbəri bizlərə nazil eləyib. Bizlər üçün göndərib. Və bunun üçün Allaha sonsuz şükürlər olsun. Belə bir gözəl Peyğəmbəri, ən kamil bir şəxsi, mehriban, şəfqətli bir şəxsi, ümmətin atasıdır Həzrəti Peyğəmbər. Ənə və Əliyyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atalarıyıq.
ümmətə ata seçildi, ümmətə peyğəmbər seçildi, ümmətə Allahın sonuncu peyğəmbəri seçildi bu günlərdə. Və bu günlərdə Allaha həmdlər olsun, şükürlər olsun ki, bizim üçün öz peyğəmbərini göndərib və onun vasitəsilə bizə kitab göndərib və özünü tanımaq üçün bizə fürsətlər yaradıb. Allah bu günü hər birimizə mübarək eləsin. Allah bu günü feyzindən, fəzilətindən, bərəkətindən bizləri binəsib eləməsin. Allah bu gündə etdiyimiz ibadətləri, tutacağımız orucları ali dərəcədə qəbul eləsin və bu günlərdə əldə etdiyimiz savablardan dünyasını dəyişənlərin, yaxınlarımızın, dünyasını dəyişənlərimizin ruhlarına inşallah hədiyyə olsun. Allah onların ruhlarını şad eləsin. Peyğəmbərin şəfaətini onlara nəsib eləsin. Onların günahları üstündən Allah qələmə əfv çəksin. Allah bir daha bu günü hər birimizə mübarək qərar versin inşallah. İnşallah sözü veririk əziz Seyyidimizə və onun da İnşallah ilahilərindən, ilahi nəğmələrindən bu mübarək gündə dinləyək və faydalanaq. Allah hər birinizlə razı olsun. Diqqətinizə görə təşəkkür edirəm və sözü verirəm əziz Seyyidimizə. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahmanu, Ya Rahim. Merhaba Resulallah, merhaba Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Merhaba Resulallah, merhaba Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Padişah-ı hilqət sen, Xatəmi risalət sen, Zat-ı Həqqə ayət sen, Can Ağa Resulallah. Merhaba Resulallah, merhaba Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Ey güzel Habiballah, ahırın Nebiyallah. Zikr olup güzel adın dilde ya Resulallah. Merhaba Resulallah, mükteda Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Can Ağa Resul Allah, sənə aşiq olup könlüm binadən ya Resulallah. Sənə aşiq olup könlüm binadən ya Resulallah. Ölüncə dönmərəm sidqu vəfadən ya Resulallah. Səmimi aşiqəm fəxrim, vüqarımdır sənin eşqin. Uzaqdır bu sevən könlüm riyadən ya Resulallah. Nə xoşbəxtəm ki dünyada sənin tək rəhbərin vardır. Neçin qorxum qiyamətdə cəzadən ya Resulallah. Dönersem senden ne istəyir sultanım, üzüm dönsün.
Üzülsün rişdeyi canım, üzülsün rişdeyi canım, cefaden ya Resulallah, Resulallah, Resulallah. Bütleri bugün sındıran gelip, bütleri bugün sındıran gelip, bayrağın cahanda vuran gelip, salan edu kalbine velvele. Düşüb gözəl adı dildən dilə, mübarəkdir nübüvvətin ya Muhammed. Mübarəkdir nübüvvətin ya Muhammed. Nur səpir ilahi bugün yerlərə, fələklərə, göstərir bütün aləmin əşrəfi mələklərə. Çünki son ümid onun risalətindədir, yerdə göydə hər nə varsa xidmətindədir. Mübarəkdir nübüvvətin ya Muhammed. Mübarəkdir nübüvvətin ya Muhammed. Sen bugün yetiştin nübüvvete, rəhbər olmusan külli xilqətə, salar əduni bu şah zillətə. Deyər yəqin dərsidim millətə, mübarəkdir nübüvvətin ya Muhammed. Mübarəkdir nübüvvetin ya Muhammed. Ya Resulallah, ya Muhammed. Biz aşık cemalim dilara Muhammed'e, ümmet ümidi seyyid bedha Muhammed'e. Fəxr eylər gələndə adı hər azanidə, xulq-i əzim səbridə dərya Muhammed'e. Salavat ola cemali kemali Muhammed'e. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir daha təbrik deyirəm mən də bütün əzizlərimizə, ana bacılarımıza, qardaşlarımıza bu gözəl bayram münasibəti ilə hər birinizi ürəkdən təbrik eləyirəm. Allah bizi Peyğəmbərimizdən ayrı salmasın. Çox sağ olun. Amin inşallah. Təşəkkür edirəm Seyid. Allah Çox sağ razı olun. olsun. Allah nəfəsinizə səsi bərəkət versin. Allah razı Dəvətimizi olsun. qəbul etdiyinizə görə bir daha çox sağ olun. Təşəkkür sağ olun. edirəm. Allah sizi cəddiniz Peyğəmbər və ali Peyğəmbərdən ayrı salmasın. İlaham. Dünya və axirətinizi onlarla bircə qərar versin inşallah. Bahəm əzizim, çox sağ olun. İcazənizlə inşallah dua eləyək. Amin deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-azzil ecellil ekrem. Ve bihakkı Muhammedin ve Aliyin ve Fatimete vel Hasan vel Hüseyin ve tis'etel ma'sumin min zurriyetel Hüseyin. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah.
İlahi əllərimizi naumid qaytarma, İlahi, amin deyən dillərimizi lal öldürmə, gələn günlərimizi, keçən günlərimizdən xeyirli elə. İlahi, dünya və axirətimizi abad elə. Bizi izləyənlərin nə dərdlərinə, hacətlər var, Həzrət Peyğəmbər ehtiramına, Əhl-Beyt ehtiramına rəva elə. Cəmi xəstələrə şifaya acil mərhəmət elə. Dünya və axirətdə bizləri Peyğəmbər və Əhl-Beytindən ayrı salma. Bu günü bizlərə, bütün müsəlmanlara, bizi izləyənlərə mübarək qərar ver. Bizləri Peyğəmbərin gətirdiyi dinə əməl etməkdən müvəffəq elə. Dünya və axirətimizi Peyğəmbər və Əhl-Beyti ilə bircə qərar ver. Dünyada ziyarətlərini, qiyamətdə şəfaətlərini nəsib elə inşallah. İlahi, sənə and verirəm İzzət Cəlalın hörmətinə. Azərbaycanımızı, xalqımızı ağla gəlməyən bəlalardan hifz elə. Xalqımızı Peyğəmbərə, onun Əhl-Beytinə məhəbbətdə sabit qədəm elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Cəmi sıxıntıda, çətinlikdə olanların, sıxıntıların, çətinliklərin öz qüdrətdə əli ilə həll elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. Cəmi Əhl-Beyt məddahları, məxsusən Seyyid Peyğəmbər əzizimizi, özünü, ailəsini, övladlarını Peyğəmbər və Əhl-Beyti ilə dünya və axirətdə məhşur elə. Səsinə, nəfəsinə bərəkət, mərhəmət elə. İlahi, sənə and verirəm İzzət Cəlalın hörmətinə, haqqı boynumuzda olanların dünya və axirətlərini abad elə. Dünyasını dəyişənləri qəriq rəhmət elə. Qalanlarımızı, əzizlərimizi, valideynlərimizi, qohum əqrabalarımızı haqq yolunda sabit qədəm elə inşallah. İmam Zaman əleyhissalamın zuhurunu tez elə. Bi haqqı Muhammedin və alih və bi haqqı surətin mübarəkətil Fatihət məəs-salavat. Allahümmə salli alə Muhammed və ali Muhammed.